Deməli, birinci mötərizəni vurub açmalıyıq, öyle değil mi? Bəli. Üstdəkini vuracaqsan mötərizəni üçün. Vur aç bir-bir. Mötərizəni vurub açırıq. Bəli, bəli. Tamam. Bəli. 3'də x da, bəli. Sonra çıxılsın olacaq, hə? Bir də nəyə vurursan onu? Bəli, çıxılsın. Yenə 3'də 2 vur. Mötərizə ehtiyac yox idi burada. Elə deyil. Nəyə ehtiyac var? Çıxılsın. Bəli. 3'də 2 vur. 2'də 1. Ama bəs çıxılsın ona görə yazma. Mənfi nədir? Mənfi 2'də 1 nədir? Vurulsun deyildi bə. Sil o mənfi 2'də 1. Mənfi 2'də 1 sil. 3'də 2'ni tutaq qulaq. 3'də 2'ni Nuray buna vurdum. 2'də müsbətdən bu elədi. İndi bu 3'də 2 də bu mənfiyə vurandı. İşarə nə oldu? Çıx. Vurdun axsan mənfiyə. Ona görə çıx oldu. Bu 2'də 1 də. Bəs bu çıx nəyin çıxıdır? Bu 2'də 1'in mənfisidir. Ona görə çıx oldu. Elə deyil. İndi böyüdür, bərabərdir. Onda olduğu kimi yazırsan. Bəli. Hə. İndi kəsr olanda hər tərəfi nəyə vururduq? Onların nəyinə? Əçobuna. Əçobuna. İndi məxrəclərdə nə görürsən ümumiyyətlə sən? 3, 2, Bir də 2. Onların əçobu nədir? 6. Amma indi yox. İş olasın ki, bunları vurmaq uşaq bir-birinə. Bunları burada bir-birinə. Neçə yer? 9'da 2x. Siz sürətdə yazır. Bəli, çıxılsın o birlərdən içini. Bəli da. 2. Böyük bərabərdir. 4x 9. Çevir düzgün olmalı. Yaxşı. Elə yaz ki, kəsədən anladır. İndi məxrəclərdə nə görürük biz? 9, 6. Bir də 2. 3-nə də bunu ədəddir. Ən kiçik ədəddir. Əç olundur. Dərsini. 9'a 6, 2 bu. Bəli. Hər tərəf nəyə vuracaqsan? 18'ə hamısını. Elə orada yaz, elə üstünə 18 vur. Bunu da təbii ki, bəli. Hamısını, bütün ədlər. Onu da təbii ki, 4x'i vurmaq mı? Bəli, 18 vur. İxtisarları aparırsan indi. Bəli, ixtisarları apar, bəli, sonra vurarsan. 4 qalır. Bəli, o yerdə 10 xırda vurub yazarsan. 9. İndi burada davam elə ki, rahat olsun sənə də. Vur birbaşa orada yaz. Hər prosesin düzdür. İndi dəyişənlər düzgün keçirmisənsə, indi səbirli ol, al-adı düzə oxşuyur. İndi baxarıq. 4x çıx 6 düzdür. Böyük bərabərdir. Nuray, nə yazdın onu? 18 4'ə vurmuş. Neçə elədi? Heç kim görmər, qoyma, narahat. Hə, neçə elədi? 72x yaz. Hə, 18'i 4x'ə vurduq. Bir də üstə gəl, orada neçə yiyir? 9'u 5'ə 45. Sonra belə olanda nə edirik Nuray? Bu sağdaşları sola keçirdirik. Hərflər bir tərəfə, ədədlər bir tərəfə da. Bəli. Hərflər bir tərəfə yığaq, ədədlər də bir tərəfə işləyin uşaqlar. Dedim hərflər bir tərəfə, ədədlər bir tərəfə. Hamısı keçsin bir tərəfə. Hərflər bir tərəfə, ədədlər bir tərəfə da. Bəli. İndi hərflər sola keçirsənsə, ədədlər sağa keçirsənsə. Bəli. Bəli, nə alınırsa onu yazın deyə. Görəyən yaz. Təki baxım görün. Mənfi 68, düzdür. Bəli, indi x tapmaq üçün eləməsən Nuray? Mən işarə dəyişir burada. Niyə görə? Çünki mənfiyə bölünür. Mənfiyə bölünür, bəli. Kiçik bərabərdir. 51 bölünə. 68. Mənfi 68'də. Bəli. Şu, indi bundan x necədir bundan? X kiçik. Kiçikdir. Hara doğru gedəcəksən? Bəli, ədəd ox çək bir dənə. Həmin ifadə, ədədini qeyd elə. Mənfi 68'də 51. İştiqləyini sola doğru. Bəli. Mənfi sonsuza doğru xəttdə. Mənfi sonsuza doğru. Bəli. İndi aralığımız nə olacaq? Mənfi sonsuzluğundan mənfi 68'də. Bizdə deyir ki, elə bir şey də yoxdur. Bəli. Nə dəsə verir bu. Bir dənə gözlə görək. Bəlkə ixtisar gedir, hə düzdür də, ixtisar gedir, ixtisar eləməmsən. 17'yə gedəndə 4'də 3 qalır, mənfi 4'də 3. Mənfi 4'də 3'dən mənfi sonsuzluğa. Amma 4'də 3 daxildir da uşaqlar, bərabər var axı orada, kiçik bərabərdir. Sən üst tapmışdın da. Aferin, bəli. Nuray, özün başa düşdün? Əyləş.
Evet. Şüphəli. Yox, mənim başa düşdüm. Yaxşı. Aysə başa düşdünüzsə? Bəli. Dərs başlayırmışım, qalmışım. Seçkidən bir. Deməli, yaxşı. Anladın mı? İsmail başa düşdünüzsə? Biləcəksiniz, vurub açır, sonra kəsirdən yox eləmək üçün hər tərəf onların çobuna vuruldu, hamısına dönədir. Mənim qədər qulaq asırsan? Yaxşı, silinmi bunu? Gəldi növbəti sual tipi, məsələn. Aysə çıxsın müəllim. Aysilə. Mən su içirəm. Mən gələyim. Deməli, qulaq asın uşaqlar, qulaq asın. Məsələn, 109 tipli sual, bəli, Aysilə gəlsin, 109-cu sual. Yəni, siz də həmçinin yerinizdə başlayın işləməyə. 109-cu sual. Mən bu nədir? 109. Müəllimə də kömək eləyəsiniz. Mənə kömək elədi ki. Ha, Saçdı. qalmışdı. Saçdı. Dəmə. Burada birinci işimiz nədir Aysə? Nə etməliyik? Nədir müəllim? Bu bərabərsə özümdür, öz fikridir, saçdı. Saçdı. Öz fikri. Sağda görürsən də, nə görürsən? Mən görürəm. Sağdakını keçid də bu tərəfə. Hə. Demişik ya, bərabərsin həll qaydası var. Deməməliydim əslində. Çünki yoxlamayın ki, bu vaxta qədər görüb işlədiyimizdən nə bilirsiniz? Bəli, siz yerinizdə işləyin. Bəli deyib dayanırsan. İşlə. Belə. Bəli, sonra nəyə gətirirsən? Hətta bunun bir dəfə birində standart qaydalardır hamısı. Keçirdib orta məzi gətirirsən. Şudur. Məxrəcinə də bir deyirsən. Bəli. Bəli. İndi orta məxrəcinə bunlar üçün. 3. Onu nə biləcəksən? 3-ə, yuxarını da 3-ə. İndi eyni məxrəcdə yazırsan. Düz yazmışdım, mən niyə sildim ki? Hayır. Saydım. Aha. Deməli, çıx 3. Deməli, orada yenə biz həmişəki səhv elədik də. Həmişəki səhv elədik. Özün düzəlt. Hansı işarətsə özün düzəlt. Saçdı. Oranı niyə? Ora ümumi çıxdı. Oranı niyə dəyişdin? Bax, ora niyə toplanır? Sən buranı bilməlisən ki, mötərizənin qabağında mənfi varsa, bu necə olmalıdır? Əksinə, bəli, topla 3m. Bu çıxmadı da yəqin ki. Aha. Bəli. Su, böyük bərabər 0. Bundan sonrasını davam edir. Mən bu çıxmadı. Ortada. Olabilir, olabilir. Hə, 3M çıxış ki, çıxılsın. deməli, sakit ol. Hə, özü sadələşdirsin daha sürəti. Bu Sürəti çıxmadı. sadələşdir. Bu çıxmadı. Aralarında nə var? Keçidən çıxmadı. Mən 6-yım çıxılsın. Hə də. 5 bölünsün. Bəli, bəsnə sadələşmə bilməzsə, hərflə hərf ədədən ədədir. Böyle böyük bərabər nədən? 0-dan. Hə, indi bu bərabərsinizə işləyə bilərik. Neyəməyik burada? Hər tərəfi 0-a bərabər edirik. Nə, hər tərəf, bu 3 nətə 0-a bərabər. Çağırdı. Hə, çox Məxrəci yox edir. Bəli, məxrəci yox edir. Məxrəc, bu ədəd olanda diqqətli olun. Məxrəc necədir? Müsbətdir də. Bu necə olmalıdır? Müsbət. Müsbət olmalıdır ki, necə olsun? 0-dan böyük olsun. Belə niyə elədik şu an? Kəsin 0-dan böyük olması üçün, bu 0-dan böyükdür. Məxrəc necədir? Müsbət. Sürət də necə olmalıdır? Müsbət olmalıdır. Müsbət nə deməkdir? Müsbət nə deməkdir? 0-dan böyük. Bəli, götür 0-dan böyük işlə. Nəyi? Sürəti. Bəli, sürəti 0-dan böyük götür işlə. Bəli. O sürətdə də məxrəcdə də hərf olanda, hə, ikisində nəyə bərabərdir? 0-a bərabər. Amma daha məxrəcdə ki, ədəd də olsa, bilirik. Mənə bilirəm ki, düz deyil ki, mənim. Necə həmisi? Hələ həmin şeydir bu. Amma başqa deyil. Çətin yolun. Deməli, çətin yolun bu formada getməsən ki, o birlərini işləyə biləsən. Yəni, bu işləməni bitmirək, bunun dəyişmiş forması olacaq, başqa forması olacaq. Bəli, 5/6-da nə fikirləşsin? Yaz 5/6, 6-da 5. Yox, həm şey, neysə. Gör cavablarda 10-luq kəsinə verirsən, hə? Yox, Verib, yox, verib. 6-da 5 ilə verirəm. Hə, indi hara doğru? Müsbət sonsuzluğa, mənfi sonsuzluğa? Müsbət sonsuz. Bəli, çünki 6-da 5-dən böyükdür da. 6-da 5 də daxildir. Çünki Bəli, yaz aralığı 6-da 5 müsbət sonsuzluq. 6-da 5-dən müsbət sonsuzluğa. Bəli, bu da belədir. Bəli. Əyləş. Fakt yaradır. Buyur. Bu formada. Sağda nəsə gördünsə ara keçirdəcəksən. Sola. Kəsr varsa nəyə gətirəcəksən? Orta məxrəcə sadələşdirirsən. Belə ədəd gördünsə, bu müsbətsə, baxırdan bu necədir? Ümumi müsbət olduğu üçün bura müsbətsə, burada müsbət olmalı. Kiçik 0 olsaydı, bura necə götürəcəkdin? Mənfi götürəcəkdin.
kiçik sıfır olsaydı. Çünki bunun mənfi olması üçün, bura müsbətsə bu məcbur nə olmadı? Mənfi olmalıdır da. Bunu götürüm aradan. Bəli. Sürürəm da. Mən yenə çıxa bilərəm. Deməli, Həvəsləndim. deməli, Musa gəlsin döfəyə. Musa bəy gəlsin. Deməli. Deməli, sakit. 113 yazır. Aysel. Başa salla 113 başda işləmir. Bəli. Hə, buna nə oldu? Buraya balaca başda. Hə, 113 işləyim. İndi həlinə baxacam. İndi öncə Musa, sən mənə bir sualıma cavab ver. Bərabərsizliklər sistemini işləyəndə nə etməliyik? Hər qaydasını necə demişdim? Hər birini bir götürüb həll edirik. Ayso, sonra kəsişdiririk. Şu, əla. İndi hər birini ayrı-ayrı işləməliyik. Bərabərsizliklər sistemi. Ayrı-ayrı həllini tapın. Ayrı-ayrı işləyin. Həlləri tapın. Axırda ədəd oxumayı necəsiz? Çəşişdirəcəksiniz. Çəşişdir. Başla. Keşişdir. Biraz cavab ol. Nə baxa bilərsən? Tordan. Mənfi altı heyvanı mənfi 1 eləyir, hə? Müsbət. Bəli. Başqa nə səhvdir orada? Başqa nə İşarə eləməli? dəyişməli. İşarə nə dəyişmişsən? 112-yə bax. Bəli də. Biraz sola meyilli dur. Yazdımsa ay sol. 112-ni yazdım hemen. Ya dəyiş. Kəsistirdin. 1-dən böyük, 2-dən kiçik, 1-dən 2. Bəli. Şudur. Bəli. Biz Süleyman işləyir. Bəli. Süleyman burada işləyir, gedir məktəbdə kəsgən yaratır. Kiçik bərabər. Ay müəllim. X böyüdü 1, bunu dairə yazırıq. Bir həllimiz budur, yaddan çıxmasın. Müəllim. Bir həllimiz də nədir? 6x böyüdür. Riyaziyyatdan kəsgən. Ədəd oxusaç sağda. Ədəd oxusaç sağda. Misal işlə. Kəsgən oradan. Hə, bu dayandı. İndi 1-dən necədir biri? Birinci halımız 1-dən necədir? Birdən böyük. Hara geçəcəksən? Tabii. Aysa, xəttə. Ha, get, da, get. Aysa. 2-dən necədir? 2-dən mənim kiçik. Sən burada nəsə 2-dən kiçik deyil, bu da 2-dən böyük. 2-dən böyük. Onda 2-dən böyük deyəndə, onun başqa rəngdən gedir. 2-dən böyük deyəndə hara geçəcəksən? Süleyman deyəsən sən bilməmsən. Sağa doğru. 2-dən böyük yenə sağa doğru. İndi başqa üstdən də yenə. Mən 2 almamışam. O hardan gəlir? O hardan gəlir? Onu bas. Mən fit saldım. Ələ dokun çək. Oradan niyə elədin ələ dokun? Bir dəqiqə mən. Geri qayıt da, geri qayıt. Onda, Geri onda, qayıt. onda. Tərəfə. Bir dənə də dokun çək. 2. Həllin biri 1-dən böyükdür. Hə. O birisinin ağ rəngini elə, kəsişmə görünsün də. 2-dən böyükdür. Həmin xəttin üstü ilə elə, bildin, biraz böyük xəttlərlə elə olursa. 2-dən. 2-dən böyük, geri qayıt. Aləm qarışdırmaq bir-birinə. 2-dən get. Ay, son. Get. Üst-üstə düşən həll nədir? Mən sonsuzdan birə. Üst-üstə düşən. Nə gəlir, niyə deyirsən, baxmamış. 2-dən müsbətə. Mənim sonsuzdan birə üst-üstə. Mənim sonsuzun ümumiyyətlə aidiyyəti var bura. 2-dən mənim. 2-dən hara doğru? müsbət 2-dən müsbət sonsuzluğa görmüsən, ağla sarı üst-üstə hardan 2 düşür? ilə daxildir mənim. 2-dən sonra düşür da, bəli. 2 müsbət sonsuzluq. Üst-üstə düşən, kəsişən o deməkdir, üst-üstə düşən. Bəli, C variantı. Əla. Amma bəzi şeylər diqqətli ol. İşarəni dəyişmək, sonra. Anladınız mı? Hər birini ayrı işlədik, axırda bunları kəsirik. Süleyman səhvi başa düşdün? İşarəni nəsə dəyişməmsən yavrum. Deməli. Bu belə. Mən gəlim. Mən gələm. Belə. Deməli. İsmail gəlsin. Bunu da sən sıxır. Deməli. Sakit. Deməli. Burada baxırıq məsələn 114 birdən çox işləmişik. Məsələn, tutaq ki, bu da sistemdir, bu da təminləşdirdir. Siyah. Əslində bu 134 də, 132-ni də işlədik. Yaxşı. Gəl belə yerdə sənə 125 edir. 125-i siz də həmçinin işləyin. 125. Buyur. Ha, qələmə vur başla. Qələmə toxun aşağı. Hə.
Burada nə etməliyik? İsmail, nə edəcək? İki kısım mərkəzinə bir atırıq müəllim. Necə? İki kısım mərkəzinə bir atırıq. Ay, sol. Bəs 7 nə edəcəksən? Buna da bir atırıq müəllim. Keçici bu tərəfəs. Əslində yox. Elə 7 qalsın orada. 2 kısım məxrəcdən bir at, orta məncə gətir. Və hər şey qalsın 7. Sol vur. İndi orta məncə gətir, ay sol. Hər iki o ikisini orta məncə gətir. Ben 21 oldu. söyleyeyim. Geçersen onu da sonuçta. Ha, ya çarpaz vur ya da 7 sola da. Çarpaz vurmaq daha qısa gəlir. Bəli. Əslində çox vaxt bərabərsə çarpaza qaçmayın. 7 getirdim. Hə. Ya keçid ya da ki çarpaz vur. Eyni şey olsun. Asıl məxrəcə bir at. Yazdım ben. Ədəd olanda məxrəcdə çarpaz vurmaq olar. Bir tane qırağa seç. Ev var ya. Üç. Çarpaz vurdum da mən. Yox, onu çarpaz oranı belirləməliysən ama. 7x-i birə vuran nə edir? 7x böyük bərabərdir. 3-7 oranı 21. İndi 21. X-ə tapaq eləməsən İsmail. 7'ye 21. bölük. Ayəsi 7 bölünsə edir. 3. X böyük bərabər 3. Hara doğru? Ev var. Üstə son. Üstə sonsuza yazsan 3. 3 daxildirsə daxil deyil. Daxildir. Kvadrat metrdir, bəli. Yox, arada ona ehtiyac yoxdur da burada. Elə 3. Daxildə üstə son. Hansı variant? E variantı. Bəli. Ben geldim. Süleyman gəlmir bu? Şeydən çıxırlar. Məhmədən də gəldik. Bəli, Maqa da gəlmir. Deməli, silinmi? Hə. 2x məxrəcə bir yazıb orta məncə gətirdik. Əslində ədəd olanda çarpaz vurmaq olur. Müsbət ədəd olanda rahat olur. Aysi. Amma ədəd olmayan hərf olanda keçidib orta məncə gətir bunları. Gəl. Süleyman gəl. Deməli. Burada. Süleyman Deməli. Yaxşı. Deməli, misal işləyin də. Sual işləyin. Sual. 138 işləsin də məndə. Necə? 138 işləsin. Yaxşı, 138 işləyək. Buna kömək edəcəm, değil mi? Narahat olmasın. Kamerayı göründünüz. Deməli, kamerada yaxalandı. Sanmıyorum. Deməli, gəldi 138 işləməmişik sizdən. Hə, buyurun. İndi burada tələsin. İndi Buna da ayırmadım. Bəli, heç nə, birinci qulaq. Bərabərsizimizi həll eləmək. Amma biz demişik ki, mənfiyə bölən işarə neyini? Dəyişik. Məsələn, qulaq olsun. Normal ədədlərdə yazılsa ki, mənfi 3x, məsələn, böyüdür 15. Bu mənfi olduğunu görürsən axı gözlə. Bəli. Aydın. Amma bəzən irrasional ədədlə veriləndə, məsələn, deyir ki, məsələn deyirəm, qulaq olsun bura, kök 5 çıx 6 vur x. Məsələn, böyüdür 5-dən, qulaq olsun. İndi buranın mənfi müsbət olduğunu gözlə görmək olmur da, bunu yoxlamalısan. Nuray. Kök 5 çıx 6 müsbətdir, mənfidir? Mənfi. Mənfidir. Onda sən bunu buna bölən işarə nə edəcəksən? Əksini dəyişəcək. Dəyişəcəksən, hökmən. İndi burada da həmin şeydir, qulaq asın. Bu x-in qabağına nə durub? 3 kök 43 çıx 9 kök 5. Bunun müsbət mənfi olduğunu bilmək üçün 3-ü hara salacaqsan? Kökün altına, 9 da hara salacaqsan? Kökün altına. Sadəcə müsbət mənfi olduğunu yoxlamaq üçün ha. 3-ü kökün altına salan neçə olacaq? 9 vur nə? 43. O da eləyir. 9-u kökün altına salanda 81 vur 5. İndi hansı böyüdür sizcə? Bunu hesablaya bilərik. 9 vur 40 neçə eləyir? 360, bu da 27. 387 bu elədir. Bu da vuranda 405. Hansı böyüdür? 400. İndi bu mənfi ədəddir, müsbət ədəddir. Mənfidir. Mənfi ədəddir. İşarə dəyişəcək. İndi qulaq olsun. Bəli. İndi uşaqlar, biz buna nə etməliyik? Bölməliyik, x-i tapmaq üçün, elə deyilmi? Çünki x ilə bu ədədin arasında nə əməl durub? Vurma əməli. Bunu buna nə etməliyik? Bölməliyik. Amma işarə nə edəcək? Əksinə dəyişəcək. X böyüdür. Bəli.
3 kök 3. Yox, nəyə bölməlisən sən? Hə, budur. Hə, da bəs hasil vur o bölməlidə. X böyüdür. Elə olduğu kimi də yaz. 6 vur. Mötərizədə. 3 kök 3. 3 kök 5, hə. Çıx kök 43. Bölünsün kəsinlə də. Hə, Sən nə edirsən? bölünsün. Kəsinlə böl də. Hə, bölün. Özün türlü. Məxrəcdə də o X-in qabağındakı nə? 3 kök 3. 3 kök altında 43. Buranı bura bölməlisən. Nə böyük problem var? Buranı buna bölməlisən də. Çıxılsın 9 kök 5. İndi qulaq asın. Məxrəcdə orta vuruq nə çıxarda bilərsiniz? Biraz solun meylidir, görünsün. Məxrəcdə orta vuruq nə düşərlər? 3-dür. Bəli. İndi şifahi də ixtisar apara bilərsən də, qulaq as bura. Sürətdəki 6 vur var, o 6 ilə buradakı 3 nə edəcək? Sadəcə orta vuruq çıxartsan. Gəlin birbaşa orta vuruq çıxardaq çox uzanmasında, yaxşı mı? Bunda ikisində də orta vuruq nədir? 3-də, 3-ü götürsün, 2 çıxartdan uzatdım. 3-ü götürsün, nə qalacaq? Kök 43. 3 Kök 43. Kök 43 çıxılsın. 3 kökdə 5. Nələr gedir? 6-dan 3 gedir. X böyüdür. X böyüdür. 2 vur. Kök 5 çıx. Kök 43. Bölünsün. Bəli. Kök 43 çıx. 3 kök 5. İndi burada bir şey görürsünüz. 3 kökdə 5 var. Ha yazdım. Hə, indi burada bir şey görürsünüz. Bax bu mötərizənin içinə bu necə rəddlərdir? Əksdir. Əks ədədlərdir. Ayşə sən buna baxmısan, lövhəyə baxmısan. Nuraya baxsan görüm nəyə bir şey tapım ki görüm. Bura bax da. 3 kök 5 çıx kök 43. Kök 43 çıx 3 kök 5. Bir-birinə nədir əksi? Bunlar nə edirlər? Gedirlər, amma nə atacaqsan? Mənfi atacaqsan da, bildin mi? Yəni x böyüdür nədən? Mənfi 2-dən. Ayşə. X böyüdür mənfi 2-dən. So, indi həllimiz budur. Mənfi 2-dən böyük hara gedir? Müsbət sonsuzluğa. Amma bizə deyir ki, bunların arasına düşən həllərini nəyini? Neçə dənə həlli var? Bax, bizim həllimiz nədir? Mənfi 2-dən hara doğru? Bizim həllimiz bax budur. Buyur, gedir hara doğru? Müsbət sonsuzluğa. Amma burada bir dənə bizə boş bir dənə aralıq verir. Onun bir dənə fərqli dərəcə çəkir. Hansı aralıq? Mənfi 5, Mənfi 5 harada olacaq bundan? Solda. Solda, mənfi 5. Müsbət 5 də bunun arasında olacaq. Sağında. Bizə deyir ki, bunların ikisinin arasına düşən həllərinin sayı neçə dənə həlli var? O araya düşən həllər hansılardır? Mənfi 1, 0. Mənfi 2 ilə 5-in arasındakı qiymətlər o aralığa düşürdü, sarı aralığa. Kəsin. Nura belə başa düşmürüz də, yoxsa başa düşürəm müəllim. Mənfi Bizim həllimiz ağ yerdir. Bizim həllimiz ağ yerdir. Biraz o tərəfdə Məhəmmədən güyə baxırdı, görə. Deyim. Bizim həllimiz mənfi 2-dən müsbət sonsuza ağ yerdir, ağ hissədir. Bizə deyir ki, sarı yerə hansılar düşür? Hansı qiymətlər? 6. Mənfi 2 daxil düşər var. Mənfi 1, 0, Mənfi 1, 0, 1, 2, 3, 4. 4. 5 daxil Deyil. daxil deyil. Daxildir. 5. 5 bizim həllimizdir da. Mənfi 2-dən müsbət sonsuza 5 daxil deyil. Burada da özü daxil ver baxın. 5 ona görə nə edəcək? Götürəcək. Amma mənfi 2 bizim həllimizə daxildir. Daxildir. Burada bərabər yoxdur axı. Mənfi 2 ümumiyyətlə bizim həllimiz deyil. Onu götürə bilmərik. Neçədən tamam? 7. 7, bəli, 5 dənə burada 2 dənə oldu. 7 dənə. Əyləşmə qoyacaq. Onu biraz mən üçün əyləşəm. Qeydinizi götürün. Hə, qeyd edər sonra gələrsən yəni. Tez qeydini götür. Qeyd edər, nəsə olmalı. Fərha, canımı qutardın sən. Gəlmədin bugün. Royal, sən də canımı qutardın, gəlmədin bugün. Hə, yaxşı. Mən onlar niyə gəlməyib ki? İkisi də səhəti ilə bağlıdır. Deməli, yaxşı. Sən də sən aziyyətin.
Makacası diye. Makaca. Kanada'ya bakma gel bura. Silir mi? Gel. Yaxşı. Çox sağ ol. Happy New Year. Hə. Deməli, da qalanı işləyə bilərsiniz də. Evet. Bitti. Oturmuştum. Oturmuşdun. Mən də öyrəndim, daha ustasan. Biraz belə gəlsən kameraya görün bəni. Hələ cəmaət səni görüb Buradan tanıyır ki, yazsam. maqa sual işləyir, belə habərsizlik, Maqa. izah edir, bəli. Normal. Mavi. Yazan. Sevmedim. Yaxşı. Marqayla. Maqa, görmüsən bu sual işləyə biləcəksənmi? Kim? Mən? Deyir maqa deyir ki, Görmən. neyinir, nə danışır? Hem yazdık. Yaxşı. 4'ü verin. 155. Yazdık. Saçlar, şallar. Deməli, 159. 159. Hamulla işləyirik. Hamulla, hansı Bəli. yerində işləyin. Kvadrat. Maqala burada. Bu necə bərabərsizdir? Buna necə bərabərsizlik deyirik? Beraber sözleşme. Adı nədir? Adı? Məsələn, sənin adın Məhəmməd Əlidir. Bunun adı nədir? Nədir? Kvadrat. Kvadrat. Kvadrat Bərabərsizlik. bərabərsizlikdə. Diskriminat. 2 gün arda arda dərsə gəlməyəndə Diskriminat. belə olur da. Deməli, İsmail kvadrat bərabərsizlik eləmək üçün birinci nə etməliyik? X bölü X. Diskriminantı tapmalıyıq, köklərini tapmalıyıq. Kvadrat tənlidir. Buyur. Diskriminant necə tapılır? 4AC bölü. Öyle 2 vur 3, çıx 6. Neydi? Diskriminat nedir? O qədər təsir güclü olub çıxılmışdı. Mən Hə. deyim. Ben diyeyim, ben diyeyim. Necə tapılır? Emin Ben ver. diyeyim. B'nin kvadrat çıxılsın Bəli. 4 arası. Bəli. Birinin kvadrat Dörd bölgüsü alsın nə böl bəyədir iki. daha? Yazdı bərabərdir. Göz ol. Bir beraberdir. Mən nə deyirəm? Yox. B'nin kvadratı. Çıx. Özü yadına salsın da. 4 Asi. Yine B'miz nədir orada? Bonus 7x. Mənfi 7. Daha eksi götürmürsən. Ədədi götürürsən. Mənfi 7. Yaz mənfi 7'nin kvadratı. Mənfi 7 mötərizə yazılır da bilirsən. Mənfi 7 kvadrat yox. Oynayacaqsan da burada. Tamam. Ha, yazın siz tez işleyin. Mənfi B sonsuz. Sadece. Vurulsun 2x. Yani. Olsun. Vurulsun 5. Yani. Yok, eşme. Hesaplayın da. Mənfi 7'nin kvadratı. Aha. Mənfi 7 vur mənfi Mənfi 7. beş. Şey, maalesef. 9. Mənfi bir X. Yani. Onlar da vur birbirine. Ne alakası var? Eyni şey. Eyni şey. X bir ayrı X çağırdı. Eyni şey. Açtım. Bir toplamada. Benim X bir X için farkı yoktu. Bir toplamada bir çıxmaqda. Biri mənfi B'di, biri X. Farkı var. Evet. Yani, şeyi beraber böyle. Kaçı var? 9 nə qiymət oldu? 9 Diskriminantımız oldu. Diskriminant sıfırdan böyüksə neçə kökümüz var? Diskriminant sıfırdan böyüksə neçədən kökümüz olmalıdır? 2 2 dənə kökümüz orada. X1 və x2. X2. İndi X1 necə tapılır? x1 necə tapılır? Hə. Takmışlar. Yəni X1 necə tapılır? Sağ. Musa necə tapılır X1? B çıxılsının Yok. Sən. Mənfi Mənfi B. B Bu çıxılsın. mən Şey təzə gəlsin. soruşma ilə. Kök Məsələn, altı B diskriminant. çıxılsın kök altında diskriminant, bölünsün kök İki. altında. Bölünsün kök alt deyil. Bölsün 2. 2 nə? A. 2 nədir? A. Mən düz qoş eləməliyəm, qırağın bıçağı. Siz bunu düşünmədən deməlisiniz də. Evet. X2 nə bərabərdir? Deyin də. Mənfi B Ya. səcər diskriminant, kök altı diskriminant, böl kar. Kağıt. Yəni, ikisini də yerinə qoy, hesabla. Tuzun. Yani Cəlb biraz. İndi ədəd oxucan işte. çekeyim. Məsələn, ədəd oxunda qeyd eləməsən çox. İndi mən yazdığım şeylər nə yazırsan, yerinə qiymətlər qoy, deyirəm. Qoyuram onu. B'miz nədir? Onu qoysan. Hə, Təzə B B'miz- yazırsan. B'miz nədir? Mənfidir. Düsturun öz mənfisi var da bilirsən. Görmüsən, düsturun öz mənfisi də var. Sən onu niyə nəzərə almırsan? Müsbət olur. Bəli də. Bir düsturun mənfisi var, bir də B özü mənfidir. Olur neçə? Müsbət 7. Hə. Davamını yaz da. Bəli deyib durub baxma, heç nə deməyəcəm. Mesela Diskriminat 9 tapdı.
Kökdə. Hə. Vurursan. 2 vurursan. 2. Hə. Ben yazdım. İntervallara da belə naxış. Hə. Sonra qiymət götür yerinə görə. Anladım. Tez ol biraz. Tez ol. Göstər 9-dan nə çıxır? 3. Yazdı tez ol. Rəyim 3 taxıyır. 7. 3'ten. Aha. 21. Vurmadı o. Geri qayıt. Yediden dokuz. Geri qayıt. Hə. Yazdı da hara geçsən? Ne yazdı? 7 ise Daha sırsan yazdı. Beraber. 4. O değil 6. Bir. Hə. Düz. Şimdi bunu da hesabla. Tez ol. Mənfi 1. Önce video doldu tez oldu. Saxlayayım başa. Stop verin. Yo. Makada makaya var. Dört. Yani bu da yer. Yani aldı iki tarafa. Geçer sadece. Biraz belə duracağız da uşaqlar da görsünlər. Videoda baxanlar da görsünlər ki, maqa necə işləyir. Hə, kökümüzün biri nə oldu? Bu nədir? Oxu. 2'de 5. Bu nədir? Bir. Kökləri tapandan sonra harda qeyd edirik? Ədə doxunda. Bir dənə o aşağıda ədə dox çək. Kvadrat bərabərsin. Həll prosesi burada hamısında eyni. Qeyd edək köklər və ədə doxun üstündə. 1 bölü yoxsa 2-də 5? 1. 2'də 5. İstanbul'da 5. 5-i 2-yə bölən neçədə bə düşür? İki. Balaca, birinci balaca yazır yoxsa böyük? Balaca da. Yaz 2-də 5. Ben de 2 tam onda 5. Hə, Evet. fərq eləmir. Bunu nə bölürsən belə? Bəzəklər seçsən belə, naxışlar. İntervallara bölürsən. Belə, aydındır. Hə. Sonra nə edirdi? Bir ədəd götürürük hər hansı. Hansısa ədəd. aralıqdan bir qiymət Məsələn, götürürsən. 2 götürsək. 3 dənə aralığım var. 1, 2, 3. Bu 2 tam 5'dir. Bu 1'dir. Aradan nə götürürsən? 2 götürsən buradan məsələn. Harda qoysan yerinə? Harda? Harda? Misalın özündə də. Misalın özündə də harda qoyacasan? Burada. Bərabərsin bu deyil. Budur da. Çünki hesabını gör müsbət alınır, mənfi alınır. Qoyun yerinə. 8 çıxılsın 14. 8 14 çıxılsın. Mənfi 6 çıxılsın 5. Mənfi 1. Mənfi alınır. Müsbət yazın mənfi bura. Mənfi. Mənfi. Bura nə edəcək? Müsbət. Bura nə edəcək? Müsbət. Müsbət. Bizə necə lazımdır? Sıfırdan böyük. Böyük müsbət. Bizim həllimiz sıfırdan amma nəyi istəyir bizdən? Ödəmir. Ödəmeyen. Ödəməyən. Bizim ödəyənlər nədir? Müsbətlər. Çünki böyük sıfırda. Ödəməyən nədir? Mənfi aralıq. Hansı aralıqdır? 1 2. 1 ilə 2 onda 5. Ha, bir. Daxildirlər. Xeyr. Değiller. Yəni həllimiz deyirlər də, bunları götürəcəksən. Normalda bərabər yoxdur, 1 bizə aid deyil. Və ya da 2-də 5 bizə aid deyil. Onları nə edəcəksən? Götürəcəksən. 1 ilə nə? 2,5. Nə istəyir? Ödəməyən tam həllərin cəmi. Bunların arasında hansı ədədlər var? Hansı tam ədədlər? 1. 1, 2. sonra 2. Başqa var? Bir. Yoxdur. Bunların cəmi neçəyir? 3. Buyur. Məhəmməd Ali. Maqa. Buyur Məhəmməd Ali. Sonra Benim. Bitti. Sonra belə hələ ki. Bir de. Belə hələ ki. Bakın. Belə hələ ki. Bunu Ben saxlayım. göstərgələr